1999-cu ildə Ohio Universitetinin ABŞ-ın fəlsəfə doktoru Larry Sangerlə Bomis kompaniyasının icraçı direktoru Jimmy Wales birləşirlər, belə bir layihə yaradırlar, Nupedia. Amma Nupedia layihəsinin ömrü uzun olmur. 2003-cü ilin sentyabrında dayanır. Nəyə görə dayanır? Çünki Nupedia layihəsindəki məqalələr sırf alimlər və mütəxəssislər tərəfindən yoxlanılırdı. Bu da vaxt aparan bir şeydir. Yəni bir alimin fəaliyyəti daha çox elmi yönümdədir. Yəni bir alim vaxtını könüllü şəkildə gəlib məqalələrin yoxlanmasını səhv eləməsi biraz qəbul olunan bir şey deyil. Ona görə məsələn 2003-cü ildə Nupedia layihəsi bağlananda cəmi belə götürəndə 25 tam məqalə var idi. 74 yoxlama prosesində olan bir məqalə var idi. Yəni götürək ki 3 il ərzində çox aşağı göstəricidir bu bir layihə üçün. Və bunu bağladılar və qərara gəlirlər ki, yəni hamı üçün əlçatan və könüllü prinsipində insanların girib rahat redaktə eləyə biləcəyi, rahat yaza biləcəyi bir layihə təşkil eləyək. Bunun adını necə qoyaq? Wikipedia. Wikipedia sözünün mənası, məsələn, vihi, havay dilindən tez, cəld, yəni tez başa gələn, yəni insanların tez əldə etməsi, informasiya mübadiləsi elədi ki, indiki dövrdə insanlar çalışırlar ki, hər şey tez əldə eləsinlər. Biri var bir şəxs haqqında, bir hadisə haqqında gedib bir kitabı araşdıraq və yaxud da 3, 4, 5 kitabı toplayaq, məlumat alaq onu. Bir də var ki, hazır o 3-4 kitabda olan materiallar oradan çıxarılmış şəkildə bir internet platformasına yerləşdirilib. Əlbəttə ki, insanlar üçün oradan oxuyub məlumatlanmaq daha rahatdır, nəinki gedib kitabda araşdırma aparmaq. Və bunları nəzərə alaraq və Jimmy Wales də bu işin maliyyə dəstəkçisi olub, maliyyələşdirən olub layihəni və bu gün də Wikimedia fondu dünyanın ən nüfuzlu fondlarından biridir. Yəni götürsək ki, dünyada 340-dan çox dil ailəsi var Wikipedianın və bu dil ailələrində də fəaliyyəti sürətlə günü-gündən inkişaf edir. Yəni bizdə Azərbaycanda Wikipedianın tarixi yeri 2004-cü ilin yanvarına 3 il sonra, yəni 2001-ci ildə İngilis dili Wikipedia yaranır, daha 3 il sonra 2004-cü ildə Azərbaycanda yaranır, fəaliyyətini başlayır və bugünkü Azərbaycan Wikipediyası, Azərbaycan dilli Wikipediyanın o dövrə baxsaq, çox biz irəliyə getmişik olduqca. Təbii ki, könüllü prinsipi əsasdır ki, istənilən şəxs girib, təbii ki, istənilən şəxs deyəndə burada, yəni o məzmun haqqında, o şəxs haqqında və yaxud da tarixi hadisə haqqında və yaxud da kitab haqqında əlində materialı olan, yəni istinadları etibarlı mənbələrdən götürən şəxs onu yaratmalıdır. Yəni mən elə ürəyim istəyir, girim Wikipediada bir hadisə haqqında bir cümlə yazım, bu qəbul olunan deyil. Əgər məsələn siz könüllüsünüz, siz istəyirsiniz ki, Wikipediada məqalə yaradasınız. Təbii ki, araşdıracaqsınız ki, bu işin biliciləri kimlərdir? Təlimlərə. Məsələn, mənim özümün çox təlimçilərim olub. Məsələn, bu gün də Azərbaycan dili Wikipediada 2-3 məsələn yaxşı istifadəçi var ki, məsələn, onlar mənim təlimçilərim olub. Onlar müraciət edirlər, tapırlar peşəkar bu işdə illərlə fəaliyyəti olan, mənim işlədiyim qurumda da müəyyən təlimçilər var, onlardan bir də mənəm. Gəlirlər, müraciət edirlər. Məsələn, mən özüm təlim keçəndə 2 ay, minimum 2 aya keçirəm. Mən heç bir vaxt 1 aya təlim keçmirəm. Çünki 1 ay ərzində onu öyrənmək mənə görə mümkün deyil. Mümkün deyil deyəcəyən, siz balaca bir faizin, 20%-ni öyrənmiş olacaqsınız. 80% qalır geridə. Və insanlarda da Wikipedia haqqında belə bir kənardan belə bir fikir formalaşır ki, mən gedəcəm, mətndir də, mətn yazmışam, qoyacam. Yox, elə deyil. O sizin yazdığınız hər abzasın bir mənbəsi olmalıdır, istinadım. İstinadsız heç bir məqalə orada qalmır və etibarlı mənbə olmalıdır və yaxud da etibarlı sayt olmalıdır. Yəni biz hər saytdan materialı götürək, mən bu saytda gördüm, hər hansı bir legal, belə rəsmi olmayan saytdan götürdüm, onu yerləşdirdim. Yox, bu müəyyən vaxtdan sonra bizim Wikipediada adminlər var. Adminlərin də funksiyası bu məqalələrə nəzarət eləməkdir. Zamanla bu məqalələr Wikipediada belə bir bölmələr vardı. Məsələn, kənd meydanı, CNS formatı var, məsələn, silinməyə namizəd səhifələr. Baxırlar bu məqalənin mənbəsi zəif, məqalənin həcmi o deyil və onu şəxslər istənilən istifadəçi, məsələn, siz də təzə istifadəçi ola bilərsiniz. Baxarsınız bu məqalə qənaətbəxş məqalə deyil, onu təqdim eləyə bilərsiniz CNS-ə, silinməyə namizəd, amma onun səbəbini vurğulursunuz, nə səbəbə siz bunu təqdim eləmişsiniz. Sonra istifadəçilər ora girib fikirlərini bildirirlər və yaxud da məqalə ensiklopedik xarakter daşıyırsa qalır,
Amma onun yuxarılarında həmişə məqalələrdə şablonlar atılır ki, bu məqaləni genişləndirmək lazımdır. Bir qeyri bir istifadəçi ora daxil olanda əlində əgər materialı varsa, onu genişləndir. Yəni mənim özümün də fəaliyyətimdə çox elə məqalələr var ki, baxıram balacadır, amma əlimdə mənbələrim var və yaxud da tərcümə eləmək istəyirəm. Məsələn, ingilis dili Wikipediyada genişdir bu məqalə, bizdə çox az işlənib. Onu genişləndirirəm və onu daha oxunaqlı bir vəziyyətə gətirib çıxardıram. Azərbaycan dili Wikipediya Orta Asiya ölkələrinin Wikipediyalarından olduqca irəlidədir. Yəni bizdə çox keyfiyyətli işlər var. Yəni işləyən insanların özlərində elmi fəaliyyəti güclü olan insanlardır. Yəni bizdə elə məqalələr var ki, elə zəngin məqalələr var ki, yəni deyərdim ki, deməzdim onu. O sadəcə insanlarda bir fikirdir formalaşıb ki, biz çox geridə qalmışıq. Bəlkə də 3 il bundan əvvəl elə idi, amma indiki dövrdə elə deyil. Məsələn, siz durub fizika ilə bağlı və yaxud da kimya ilə bağlı araşdırma aparsanız, məqalələr çox zəifdir. Olan məqalələr də olduqca keyfiyyətsizdir. Sadəcə məsələn bu bir maddədir deyəndə, kimyəvi maddədir. Onu 3 cümləlik bir məqalədə onu saxlayırlar. Amma o demək deyil ki, onu məsələn saxlayıb, amma oxucuya lazımdır ki, bir tələbəyə, bir kimya fakültəsində oxuyan tələbəyə gedib onu araşdırmağa çətinlik çəkir. Onu Wikipediyadan baxacaq, girir ki, onun 3 dənə cümləsi var. Çünki kimyaçılar yoxdur bu sahədə. Mən həmişə deyirəm, Azərbaycan Wikipediyasının problemini texniki sahələrdə boşluqları çoxdur. Çünki bunu boşluqları doldurmaq üçün biz o sahənin mütəxəssislərini orada cəlb eləməliyik. Yəni mənim təcrübəmdə olub, məsələn, mən kimyaçılar olub mənim təlimçilərim, amma işləmək istəməyiblər. Yəni bizdə konkret şəkildə sırf o elmin özünə əmək sərf eləmək istəmir. Çünki vaxt aparır, zaman aparır. Heç kim də bir təmənnasız ora vaxtını sərf eləmək istəmir. Əlimizdən gələn odur ki, bu könüllü layihədir də deyirik. Yəni mən həmişə deyirəm, bu işə könül vermək lazımdır. Bu işi ürəkdən sevəcək, araşdırma qabiliyyəti olan, potensialı olan, elmi fəaliyyəti bir qədər də olan insanları cəlb eləmək. Yenə də deyirəm, elmi fəaliyyəti olan çox alimlər var ki, məsələn, gəliblər. Baxırsan ki, heç cür həvəs yoxdur. Çünki o insan gəlib Wikipediyanı görəndən sonra başa düşür ki, o burada vaxt sərf eləyəməyəcək. Çünki burada vaxt sərf eləmək lazımdır. Yəni günümün, demək olar ki, mənim günümün çox hissəsi Wikipediyadan keçir. Yəni orada yazıram, eləyirəm, orada layihələr var, layihələrə qoşuluruq zaman-zaman və yaxud da nə bilim, sevdiyim, fəaliyyətini təqdir elədiyim şəxslər olur, alimlər olur, olan işin və yaxud bir tarixi hadisə olur. Yəni özüm tarixçi olduğuma görə fəaliyyətim daha çox bu istiqamətdədir. İşlədiyim qurumda gördüm, orada Wikipediyaçılar var, bura işləyən insanlar var. Zamanla ona özümə də maraqlı gəldi. Çünki mən axtarıb, araşdırmaq sevən insan olduğuma görə maraqlı gəldi. Zaman-zaman işlədikcə gördüm, yəni özümü tapdım o platformada. Çünki belə deyim də, o platformada özün həm yazanısan, həm liderisən, həm yazırsan cümləvi, orada məsələn məqalənin sən 10 gün ərzində işləyə bilərsən. Çünki orada iş gedir şablonu var. Məqaləni yaratdın, iş gedir şablonu atırsan məqalənin üstünə və 10 gün ərzində, 20 gün ərzində, hətta olar ki, elə bir iri həcmli məqalələr var ki, məsələn mən işləmişdim Prezident İlham Əliyevin xarici ölkələrə etdiyi səfərlərin siyasi, prezident olduğu dövrdən ta bu günə qədər, fəaliyyətdə olduğu günə qədər mən onların hamısını işləyirəm. Məsələn məqaləni hardasa 2 ay ərzində işlədim. Çünki bir-bir onları toplamaq, yazmaq, hansı ölkəyə gedirsə, hansı məqsədlə gedir, onları yazmaq vaxt aparan şeydir. İnsan orada özünü tapırsan, bugün bu cümləni yazırsan, cümlə xoşuna gəlmir, silə bilirsən. Yəni, başqa cümlə ilə əvəz eləyə bilirsən. O özümü tapdığıma görə, ona görə deyirəm, mən həmişə Wikipediyaya gələnlərə təlim keçəndə mən insanlara baxıram, biraz ruh hallarına da baxıram. Yəni, məsələn, mən artıq içlərindən seçə bilirəm ki, məsələn, 10 nəfərdirlərsə, bunlardan 2 nəfəri Wikipediyada qalacaq, 8 nəfəri qalmayacaq. Gənclərimizdə maraq yaranır, gəlirlər, amma motivasiya məsələsinə gələndə hər kəs əməyinin qarşılığında nə isə gözləyir. Amma burada əməyin qarşılığında nə isə gözləmək, belə deyim də, ancaq sən zamanla işlədikcə Wikimedia fondunun təşkil elədiyi müxtəlif dil ailələrində olan layihələr var. Məsələn, Wikibahar layihəsi var. Məsələn, indi hal-hazırda Ukraine Diplomacy Month ayı var. Ukraynanın
hardasa 5 ilə yaxındır keçirdiyi layihələrdir. İştirak edirsən, qalib olursan müəyyən mükafatlar var, pul mükafatları var. Məsələn, yanvar ayında bizim Azərbaycan-Türkiyənin birgə layihəsi vardı. Azərbaycan dilli Wikipediyada biz türk ədiblərinin, ümumiyyətlə Türkiyə ilə bağlı olan müxtəlif sahələrdə məqalələr işləyirdik və türk dilli Wikipediyada da Azərbaycanla bağlı olan məqalələr, amma türk dilində işlənilir. Bizdə Azərbaycan dilində, onlar da türk dilində. Və burada motivasiya xarakterli mükafatlar var. Məsələn, birinci yerin sahibi bu qədər pul məbləğində mükafat qazanır və yaxud da suvenirlər var. Yəni, bunun da içinə, bunlara qoşulmaq üçün bir qədər səbirli olmaq lazım. Mən ona görə deyirəm ki, həmişə təzə gələn Wikipedia. Biraz səbirli olsaz, özünüzü tapacaqsınız. Sadəcə bizim insanlarımızda, gənclərdə bir qədər səbir anlayışı yoxdur. Hamı istəyir ki, gələn kimi nəysə önə geçsin və yaxud da beynəlxalq Wikimedia fondunun təşkil elədiyi beynəlxalq konfranslarda geçsin, iştirak eləsin. Təbii ki, ora hər kəs istəyir, amma o müəyyən zaman dilimində əldə olunan bir şeydir. Bu yaxınlarda mənə bunu bir jurnalist də sual vermişdi ki, artıq biz süni intellekt dövründəyik, Wikipedia artıq geri düşəcək. Deyirəm, düşməyəcək. Çünki Wikipedia insan faktoruna əsaslanır. Bu, bizi onu yazan. Biz olmasaq, insanlar onu yazmasa, tapmasa, araşdırmasa Wikipedia olmaz. Siz süni intellektə keçid eləyəndə, süni intellektdə hər hansı bir hadisə ilə və şəxslə bağlı bir araşdırma eləsəz, o materialları gətirir, elə deyir. Süni intellekt internet platformalarında o hadisə, şəxslə bağlı nə materialı varsa, hamısını gətirir. Və gətirdiyi materialların siz bölümdə baxın, bəzilərində W işarəsində görəcəksiniz. Yəni, o Wikipediyadan da müəyyən materialları götürüb bizə təqdim edir. Yəni, Wikipediyada olmasa, o artıq orada hansısa bir saytdan gətirəcək. Yəni, məncə bunlar ikisi paralel irəliləyəcək, amma heç birini üstələməyəcək. Yəni, mən inanmıram ki, süni intellekt bu saat var, süni intellekt Wikipediyanı kənarda qoydu. İnanmıram, qoymadı. İkisi biri olub, paralel şəkildə irəliləyəcəklər.